Salam, mən Məmmədov Azər. Bu videoda üslub və loqaritmik tənliklər və bərabərsizliklər bölməsindən sonuncu bölmə, belə üslub və loqaritmik tənliklər sisteminə aid olan tapşırıqların izahını verməyə çalışacağam. Keçirəm birbaşa tapşırığa. Birinci tapşırıqda deyir, tənliklər sistemində x, y hasilini tapın. İndi sistem tənlik kimi həll eləyəcək. Demək, 3 üstü x plus y 81-i biz yaza bilərik. 3 üstü 4 kimi. 4 üstü x minus y bərabərdir. Biri də 4-ün üstü 0 kimi yaza bilərəm. Əsasları eynidir. Üstlərin bərabərliyini yazsaq, alarıq nə? Demək, x plus y bərabərdir 4. X minus y bərabərdir 0. Bunları tərəf-tərəfə toplasaq, 2x bərabər 4 olacaq. Yəni, 2x bərabər 4 olar. X bərabərdir 2. Bu 2-ni aparıb bu tənliklərdən birində yerinə qoysaq, görərik ki, elə x də, y də 2-yə bərabərdir. X, y hasilini soruşur bizdən. Demək, 2 vuraq 2, o da bərabərdir 4-ə. C variantı. Tənliklər sistemində x, y hasilini tapın. Bu da eyni tipli misaldır. 2x plus y bərabərdir 16-nı 2 üstü 4 kimi yazsam, 3 üstü y, x minus y bərabərdir. Biri də 3 üstü 0. Alarıq nə? Əsasları bərabərdir. Üstlərin bərabərliyini yazsaq, x plus y bərabər 4. X minus y bərabər 0 bərabərsizliyi alınar. Toplasam alt-alta bu 2x bərabər 4 olacaq. X bərabərdir 2. 2-ni aparıb tutaq ki, x-in yerinə qoysam, oradan da y bərabərdir 2-yə. X, y hasilini soruşur. 2 vuraq 2, o da 4 eləyər. Cavab E. Tənliklər sistemdə x, y hasilini deyir, tapın. Bax, yazaq 3 üstü x vuraq 2 üstü. Bax, gəlin bu aşağıdakı tənlikdən tutaq ki, y-i əvəzləyək x-lə. Yəni, x-i sağa keçirsəm, 2 çıxaq x olacaq. Bax, burada 2 üstü y-in yerinə 2 minus x yazaram, bərabərdir 6-ya. Belə həll eləyək. Demək, alarıq nə? 2-nin kvadratı vuraq 2 üstü mənfi x. Yəni, alarıq belə bir ifadə. 3 üstü x vuraq 2-nin kvadratı 4 eləyər. 2 üstü mənfi x-i də, yəni, bölək 2 üstü x yazaram da belə. Bərabərdir 6. Buradan y bərabərdir 2 minus x-i. Üstləri bunların eynidir. Bu 3 üstü x bölək 2 üstü x. Yəni, bunu yazaram 2-də 3 üstü x kimi. 4-ü də hər tərəfi də 4-ə bölsəm, yəni alarıq nə? Burada 4 gedəcək, 6-nı 4-ə bölərik də. Ya çarpaz, yəni bura gələcək də. 4 1-ə vurulur. Bunu elə 2-də 3-ün 2-yə ixtisarləsəm, yəni 2-də 3 eləyir də. Buradan da y bərabərdir 2 minus x-ə. Buradan nə alınır? 2-də 3 üstü x və bərabərdir 2-də 3 üstü bu 1-dir də. X bərabərdir 1-ə. X bərabər 1. Y buradan taparıq. Yəni 2 çıxaq 1. Bu da bərabərdir. X bərabər 1. Y bərabərdir 1. X, y hasilini soruşur. 1 vuraq 1 bərabərdir 1-ə. B. Bu da eyni tipli misaldır. Yəni, 2 üstü x. Bax, buradan y-i əvəzləsəm, 3 çıxaq x-lə. 3 üstü y-in əvəzinə yazaram, 3 minus x. Buradan alınır. 2 üstü x, 3-ün kubu eləyər 27. Vurulsun, 3 üstü mənfi x, yəni bölək 3 üstü x olar da. Bərabərdir 12 yadımdan çıxıb burada. Bərabərdir 12.
Burada da y bərabərdir 3 minus x. Buradan nə alınır? 27'ye bölsəm hər tərəfi, burada alınacaq 3'də 2 üstü x. Yəni bir kəsirdə yaza bilərik də, üstəlik eynidir. Bərabərdir 12 bölək 27. 3'ə ixtisar eləsəm qalacaq nə? 9'da 4. Burada nə alındı? Y bərabərdir 3 minus x. Aldıq nə? 3'də 2 üstü x bərabərdir 9'da 4'ü 3'də 2'nin kvadratı kimi yazsam. Y bərabərdir 3 minus x. Əsasları eynidir. Üslərin bərabərliyin yazsam. X bərabərdir 2'ye. Y bərabərdir 3 çıxaq 2. X'in yerinə 2'ni yazdım. Demək, x bərabərdir 2. Y bərabərdir 1'ə. Bizə x, y hasilini soruşur. Onda 1 vuraq 2 bərabərdir 2. B. Tənliklər sistemini həll edin. Bunu yazsaq 5 üstü x vuraq 5'də 1 kimi. O da vurulsun 7 üstü y bərabərdir 7'də 1. Sonra buradan x'i yaza bilərik də 2 üstə gələk y kimi. Buradan nə alınacaq? Demək, x'in əvəzinə yazıram. Bax, 5 üstə x'in əvəzinə yazdım 2 üstə gələk y kimi. Vuraq 5'də 1, vuraq 7 üstü y bərabərdir 7'də 1. X bərabərdir 2 üstə gələk y. Buradan 5'in kvadratı vuraq 5 üstü y kimi yaza bilərəm də. 5'in kvadratı 25 eləyər. 5 üstü y vuraq 5'də 1 vuraq 7 üstü y bərabərdir 7'də 1. X bərabərdir 2 üstə gələk y-ə. 5 ilə ixtisar getsə burada 5 qalır. Hər tərəfi 5'ə bölsəm. Belə alarıq da. Bax, bu 5 gələcək 7'yə vurulacaq. Burada qalır. Üstləri eynidir. Bax, yaza bilərəm 5 vuraq 7 üstü y. Bir mötərizədə. Burada da 5 vuraq 7'yə. 5 7'yə vurulacaq da. Yəni, x bərabərdir 2 üstə gələk y. 35'dir. Bax, bu oldu. 35 üstü y bərabərdir. Bunda 35 üstü mənfi 1 yazaraq. Y buradan mənfi 1'ə bərabərdir. X bərabərdir 2 çıxaq 1 bərabərdir 1. Demək, x'i 1 tapdım. Y-i 1. Mənfi 1. Tənlik sistemini həll edin. 1 mənfi 1. 1 mənfi 1 C variantı. Birinci x yazılır da. X, y. Tənliklər sistemini həll edin. Bax, bunu yazırsam 7 vuraq 7 üstü x kimi. Üstləri toplanır da. Vurulsun. 2 üstü y bərabərdir 4. Sonra buradan y nəyə bərabərdir? 3 üstə gələk x-ə. Y-in əvəzinə bunun qiymətini yazam. X ilə ifadə edək. Buradan alınır. Demək, 7 vuraq 7 üstü x vuraq 2 üstü 3 üstə gələk x bərabərdir 4. Burada y bərabərdir 3 üstə gələk x-ə. Buradan nə alınır? Demək, yazaram 7 vuraq 7 üstü x. 2'nin kubu 8. Vurulsun 2 üstü x parçalayıram da bunu. 2 üstü x bərabərdir 4. 8 ilə 4'ə bölsəm hər tərəfi burada 2 qalır. 7'ni 2'yə vuranda 14 edir. Hər tərəfi də 14'ə bölsəm. 14'ə bölsəm. Bax, burada 14. Yəni 7 üstü x, 2 üstü x'i biz bir mötərizədə yaza bilərik. Burada da 14 edir. 14'ə bölürəm. 1 bölünsün 14. Yaxud da 14 üstü mənfi 1. Buradan nə alınır? Əsasları bərabərdir. Üstlərin bərabərliyini yazsam, x mənfi 1, y bərabərdir 3 çıxaq 1, yəni 2. Mənfi 1, 2, mənfi 1, 2, A variantı.
Ötəliklər sistemini həll etmək lazımdır. 2-ni qaldırsam bunun üstünə olacaq nə? Loqaritma 3 əsasdan x. Yəni bunu da sağa keçirdə bilərik. Bərabərdir. Bu 2-ni qaldırıram bax bu mötərizənin üstünə. Loqaritma 3 əsasdan y üstə gələk 2-də 1-in kvadratı. Buradan da loqaritma, bax, loqaritmla 3-ləri açsaq, qalacaq nə? X çıxaq 6 bərabərdir. Əsasları birdən böyükdür. Bərabərdir. Y üstə gələk 2-də 1. Buradan nə alınır? Burada da əsasları eynidir. Üslərin bərabərdir. Belə loqaritmalı ifadələr bir-birinə bərabərdir. X bərabərdir. Bunu vuraq açaq da. Y kvadratı üstə gələk 2 vurulsun bu. Yəni y eləyəcək. Plus 4-də 1. X buna bərabərdir. Buradan da x buna bərabərdir. X bərabərdir. 6-nı sağa keçirdirəm. Y üstə gələk 2-də 1, üstə gələk 6. Sol tərəfləri bərabərdir. Sağ tərəflərini bərabər eləyib neyniyərik? Y-i taparıq. Y kvadrat üstə gələk y üstə gəl 4-də 1 bərabərdir. Y üstə gəl 2-də 1. Bu eləyər neçə? 2-də 13-də, 2-də 13. Bunları cəmləsəm. Y-lər bir-birini aparacaq. Onda alırıq nə? 4-də 1 çıxaq 2-də 13. Görək nə alınır? Ya bu 4-də 1-i sağa keçirsəm, y kvadrat bərabərdir. 2-də 13 çıxaq 4-də 1. Bu nə eləyər? 4 orta məxrəc 26 çıxaq 1. Yəni 25 bölək 4. Yəni y bərabər olacaq nəyə? Yəni mənfi olmaz y. 2-də neçə alınır burada? Yəni 2-də 5. Mənfisin yəqin ki 2-5. Yəni mənfi 2-5 olsa, bax bu loqaritmalı ifadə bilirik ki 0-dan böyükdür. Ödənməyəcək. Ona görə müsbətini götürürük. Y bərabərdir 2-5. Belə 2-də 5, o da 2,5 eləyir. Sonra qoysaq burada x-in qiymətini taparıq. X bərabərdir 2,5 üstə gələk. Bu 2-də 1 0,5 eləyir. Üstə gəl 6, 3, o da 6, 9 eləyir. Yəni cavab olacaq 9, 2,5. Həllərim budur. E variantı. Burada da həmin tipli misaldır. Loqaritma 2 əsasdan x bərabərdir. 2-ni qaldıran bu mötərizənin üstünə. Loqaritma 2 əsasdan y minus 2-də 1-in kvadratı. Burada loqaritmi 2-lər bir-birini aparacaq. X plus 1 bərabərdir. Y üstə gəl 4-də 1. Loqaritmalı ifadə belə əsaslar eynidir. Loqaritmalı ifadələrdə bir-birinə bərabər olar. Y kvadratı çıxaq. Y üstə gələk 4-də 1. Bunu kvadrata yüksəltdim, açdım. Burada isə x nəyə bərabərdir? Y üstə gəl 4-də 1 çıxaq 1. Yəni sol tərəflər bərabərdir. Sağ tərəflərin bərabərliyindən yaza bilərik ki, y kvadrat çıxaq y üstə gəl 4-də 1 bərabərdir. Y üstə gəl. Bu da minus 4-də 3 olacaq da. Bax belə. Bax 4, 1 çıxaq 4. Yəni mənfi 4-də 3. Bu minus 4-də 3 eləyəcək. Buradan y-lər bu mənfidir, bu müsbət. Sol tərəfə gətirsək bunları. Yəni y kvadrat minus 2y olacaq. Üstə gəl 4-də 1. Sonra çıxaq 4-də 3. Üstə gəl 4-də 3 olacaq da. 4-də 4 1 eləyər. Bərabər 0. Y kvadrat minus 2y üstə gəl 1. Bərabər 0. Bu y minus 1-in kvadratı bərabər 0. Kvadratı 0-dırsa, bu mötərizənin özü 0-dır. Oradan da y 1-ə bərabərdir. X-i də
qoyaq bunlarda birində yerinə x bərabərdir. 1 üstə gəl 4-də 1 çıxaq 1. 1-lər getdi qaldı 4-də 1. Yəni 4-də 1 və 1 olacaq cavabımız. 9-da tənliklər sistemini həll edin deyir. Bu ikinci tənlikdən yazaraq 1 çıxaq 2y. Bu x-in bu qiymətini aparıb burada qoyaram yerinə. Ya bunu 2 üstü x-i məxrəcdə yaza bilərəm. Fərqi yoxdur. Yəni, bax, bunu 1 bölünsün 2 üstü x kimi yazsam, 1 bölünsün 2 üstü 1 minus 2y. Vurulsun 5 üstü y bərabərdir 10. Bu yazarıq belə də, yəni 5 üstü y bölünsün. Bunu 2 üstü 1 vuraq 2 üstü mənfi 2y. Vuraq 5 üstü y yazmışam orada. Bərabərdir 10-a. Çarpaz vuraq bəlkə bura. 2 üstü 2y 1 bölünsün 2 üstü 2y-dir. O da sürətə qalxar. Yəni, bax, belə yaza bilərik. 2 üstü mənfi 2y bərabərdir 1 bölünsün mənfi, belə 2 üstü 2y bərabərdir. O da sürətə qalxır da. Yəni, alırıq nə? 2 üstü 2y vuraq 5 üstü y bərabərdir. 2 vurulsun, ilə 2 bərabərdir 10. Burada 2-nin kvadratı y, 4 üstü y olacaq. 2 vurulur ona 20 eləyər. Yəni, bu olar 4 üstü y, 5 üstü y. Y-ləri eyni olduğu üçün, yəni, bir mötərizədə yaza bilərik. 4 vuraq 5 üstü y bərabərdir. 2-ni də 10-a çarpaz vursam, ikisində də 20 eləyir. 20 üstü y bərabərdir 20-yə, y bərabərdir nəyə? 1-ə. Y-ki 1 tapdım, aparıram, qoyuram yerinə, x-i tapıram. 1 çıxaq, 2 vurulsun 1 və mənfi 1. Yəni, mənfi 1, 1. Mənfi 1, 1, A variantı. Tənliklər sistemini həll edin. Bunu 3 üstü x, mənfi x kimi, ya belə yazaq, yox, belə yazmayıq da. 5 üstü y qalsın sürətdə. Bunu yazaram 3 üstü x kimi. Bərabər 75. Buradan da tutaq ki, bu 5 üstü y-dir. Gəl y-ki x ilə əvəzləyək. Y bərabərdir 1 minus x. Bu aşağıdakı bərabərlikdə. Buradan y-in əvəzinə bunu yazaq. 5 üstü 1 minus x bərabərdir 75. Burada da y bərabərdir 1 minus x. Bunu yazsam 5 üstü 1 vuraq 5 üstü x mənfi x bərabərdir 75. 5-ə ixtisarləsəm burada 15 qalır. 15 qaldı. Sonra məxrəcdə də 3 üstü x var. Bu 5 üstü x-i məxrəcdə 5 üstü x kimi yaza bilərəm də. Yəni 1 bölünsün nə yazarıq? 5 üstü x vuraq 3 üstü x bərabərdir 15. Bunu yazsaq belə. Yəni, alarıq ki, nə? Bir mötərizədə yazsam, 15-də alarıq belə də. 1 bölünsün, 15 üstü x bərabərdir 15. Bunu belə də yaza bilərik də. 15 üstü x bərabərdir 15-də 1. Və yaxud 15 üstü mənfi 1. Yəni, x bərabərdir mənfi 1-ə. X mənfi 1-ə bərabərdir. Y-in də qiymətini tapa bilərik. 1 çıxaq mənfi 1
1 üstə gəl 1 deməkdir. O da 2-yə bərabərdir. Yəni x-i mənfi 1, y-i 2. Mənfi 1, 2, D variantı. Tənlər sistemindən x kvadrat, y kvadrat cəminin ən kiçik qiymətini tapmaq lazımdır. Bunu yazsaq 3 üstü x, 9-u 3-ün kvadratı kimi yazıram. Kvadratın üstü y kvadrat, yəni bu hasil olacaqdır. Qüvvətin qüvvətə 243. 3-ün üstü 4, 81 eləyir. 3-ün üstü 5 kimi yazarıq. Bu da 2-ni qaldıraram y-in üstünə. Natural loqaritma x üstə gələrək natural loqaritma y-in kvadratı bərabərdir. Natural loqaritma. Loqaritma 100, yəni onun kvadratı 2 gəlir qarşıya. Loqaritma 10, 1 eləyir. Yəni 2 eləyəcək də bu mötərizə 2-yə bərabərdir. Buradan nə alınacaq? Üstlər toplanar. X üstə gedək 2y kvadrat bərabərdir 3-ün üstü 5. Bu x-i niyə yazdım bura? Bura 3-dür də. Natural loqaritma x cəm olduqda hasil kimi vura bilirik. Natural x vurulsun y-in kvadrat bərabərdir. Natural loqaritma 2. Əsasları eynidir. Üstlərin bərabərliyini yazsam x üstə gedək 2y kvadrat bərabərdir 5-ə. 5-ə bərabərdir, bəli. Buradan isə x-y kvadratı natural loqaritmləri silsək, itirsək, bərabərdir 2-yə. O ikinci bərabərlikdən y kvadrat nəyə bərabərdir? 2 bölək x-ə. 2 bölək x-ə bərabərdir. Aparıb qoyuram burada yerinə. Və yaxud x-i bəlkə, yox, elə belə yaxşıdır. Burada isə demək x üstə gələk 2 vurulsun. 2 bölək x bərabərdir 5-ə. Buradan hər tərəfini x-ə vursan, x kvadrat üstə gəl 4, x-lər gedəcək. Bir də 5-i də x-ə vuranda 5x. Yəni buradan x kvadrat çıxaq 5x üstə gələk 4 bərabərdir 0. Alarıq x minus 4, x minus 1 bərabərdir 0. Yəni x-in biri 4 olar, biri isə 1. İndi x-in kvadratları nə olacaq? Bu x1 4 olsun, x2 1. Yəni x1-in kvadratı 16 olar, x2-in kvadratı neçə? 1 olacaq. Bizə y kvadratı qoysaq bunun yerinə, yəni y kvadrat nəyə bərabərdir? 2 bölək x 4-dür də 4, 2-də 1, bir də y kvadrat, bu 1 olsun, y2, demək 2 bölək 1-dir də 1, o da eləyər 2. Ən kiçikləri 1-lə 2-də 1-dir. Cəmini soruşur. Yox, x1 ilə 2-də 1 uyğun gəlir. x2 ilə 1 ilə 2 uyğun gəlir də. Bunların kvadratları eləyər neçə? 1 üstə gələ 2, o da eləyər 3. Cavab D olacaq. Tənlər sistemi x-y hasilini tapmaq lazımdır. 3 üstü x plus y bərabərdir. 81-i 3-ün üstü 4 kimi yazsam. Buradan da x-y çıxartsam mötərizə xaricinə x üstə gələk y qalacaq. Bərabərdir mənfi 96. Burada əsasları bərabərdir. Üstlərin bərabərliyini yazsam, üstə gələk y bərabərdir 4. Üstə y-in yerinə biz yazsaq 4. Onda x-y hasili vurulsun 4 bərabərdir, mənfi 96 alınır. Buradan nə alarıq? X-y hasilini tapmaq lazımdır. 4-ə bölsəm, elə x-y hasili tapılar. Mənfi 96-nı 4-ə bölsəm, mənfi 20, neçə eləyir? 29 elə, yox. 24, mənfi 24. C.
x, y hasilini yenə tapmaq lazımdır. Buradan da 3 üstü x minus y bərabərdir 27-ni 3-ün kubu kimi yazıram. Buradan x, y-i çıxartsam mötərizə xaricində x çıxar y olacaq. Bərabər mənfi 96. Yəni, əsasları eynidir. Üslərin bərabərliyini yazdım. X minus y 3 oldu. Bunun yerinə 3 yazıram. X, y vuraq 3 bərabər mənfi 96. Bax, 3-ə bölsəm bu ikincini. X, y deyir tapında. X, y tapmış olarım. Solu böldüm. X, y qaldı. Bunu da 3-ə bölsəm mənfi 32. B. Təyin oblastını tapın. Təyin oblastı demək, həm loqaritmalı ifadə var, həm kök var. Demək, loqaritmalı ifadə bilirik ki, nə olmalıdır? Sıfırdan böyük olmalı. Buradan x-i sağa keçirsəm, kiçik tərəfə düşəcək. Kiçikdir 5-dən. X 5-dən kiçikdir. Bir bərabərsizliyimiz bu oldu. Sonra loqaritma 3 əsasdan 5 minus x kök 6 ifadədə sıfırdan böyük bərabər olmalı. Buradan 5 minus əsası 1-dən böyükdür. 5 minus x istiqamət dəyişməyəcək. 3 0. Yəni 1-ə bərabərdir. X-i sağa 1-i sola keçirsəm x kiçik tərəfə düşür. X kiçikdir bərabərdir. 5-dən 1-in çıxsam 4 eləyər. 4-dən kiçik 5-dən kiçik. Demək, əgər 5-dən kiçikdirsə, 4-dən də kiçik olacaq. Yəni, bizim cavabımız 5-dən kiçik olar. Yəni, mənfi sonsuzluqdan yox, bir dəqiqə, ədəd oxunda onu göstərək, bax, 4, 5, 4 daxildir 5-də. 5 daxil deyil. Kiçik, 4-dən kiçik, bax, sola, 5-dən kiçik, bu da sola. Kəsişən hissəmiz hara olur? Mənfi sonsuzluqdan 4-ə qədər. 4 də daxildir. Yəni, həllərimiz mənfi sonsuzluq 4 olacaq. C variantı. Təyin oblastını tapmaq lazımdır. Yenə həmin tipli misal 3 minus x sıfırdan böyük olmalı. X kiçikdir 3-dən bir bərabərsizliyimiz bu oldu. Sonra loqaritma 5 əsasdan 3 minus x böyük bərabər 0 kök 6 ifadə olduğu üçün sıfırdan böyük bərabər olmalı. Burada 3 minus x böyükdür bərabərdir. 5 üstü 0 yəni 1. X kiçikdir 3 çıxaq 1 yəni 2-dən. 2-dən kiçik, 3-dən kiçik. Demək, həllimiz mənfi sonsuzluqdan 2-yə qədər, 2 də daxildir. Bayaqki misal kimi D. Təyin oblastını tapmaq lazımdır. Yəni, 7 minus x nə olmalıdır? Sıfırdan böyük olmalıdır. Bunu indi bərabərsizliklər sistemi kimi həll etməliyikdir əslində. Yəni, böyükdür 0, bir də loqaritma 5-də 2, 7 minus x böyük bərabərdir 0 bərabərsizliklər sistemini həll etməliyik. Yəni, 7 minus x buradan kəsişməlidir də x-ləri, aldığımız x-ləri kəsişdirməliyik. Demək, x kiçikdir 7-dən. Bir də burada əsası 1-dən 0-1 aralığında olduğu üçün bunun istiqaməti dəyişər. Yəni, 7 minus x böyükdür, bərabərdir, yox, kiçik bərabərdir. 5-də 2 üstü 0. Yəni, 1. Buradan x kiçikdir 7-dən. X-i sağa, 1-i sola keçirsəm, demək, x böyük tərəfə düşər. X böyük bərabərdir. 7-dən 1-in çıxsam, 6. 7-dən kiçik, 6-dan böyük, bərabər. 6-7 aralığı, 6 daxildir ancaq. Bərabərdir var. D. Burada da bax, 3 minus x böyükdür 0. Loqaritma 2-də 1 əsasdan 3 minus x böyük bərabərdir 0. Buradan x-i sağa 3 qalacaq, yəni belə də. X kiçik olacaq, x kiçik tərəfə düşür. Əgər sağa keçirdirəmsə, kiçik tərəfinə düşür. X kiçikdir 3-dən.
Burada isə 3 minus x 0-1 aralığında olduğu üçün istiqamət dəyişərik. Yəni böyükdür yox, kiçikdir, bərabərdir. 2-də 1 üstü 0, yəni 1. Burada da x-i sağa, 1-i sola keçirdim. X böyük tərəfə düşər. Yəni x kiçikdir 3-dən. X böyük bərabərdir 2-dən. 2-dən böyük, 3-dən kiçik. 2 daxildir, 3 yox. A. Tənliklər sistemindən x plus y cəmini tapmaq lazımdır. 2 üstü x, bax bunu yazım belə. 2 üstü x, vuraq bunu 2-nin kvadratı kimi yazıram, 4-dür. Yəni 2y kvadrat bərabərdir. 256-nı da 2 üstü neçəsə yaza bilərik. 2 üstü 6, 64-dür. 2 üstü 7, 128. 2 üstü 8 olur. 2 üstü 8, 256 edir. Bu 2-ni qaldırdım, bura y kvadrat elədi. Natural loqaritma yazaram belə də. X vuraq, y-in kvadratı kimi. Bərabərdir. Natural loqaritma. Bax, bu neçədən sıfırdır? 10 üstü neçə kimi yaza bilərik? 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni 10 üstü 8 kimi yazsam, 8 gəlir bunun qarşısına. Yəni natural loqaritma 8 eləyəcək də. Bax, bu mötərizənin əvəzinə 8 yaza bilərik. Üstlər toplanar. 2 üstü x ilə 2y kvadrat bərabərdir 2 üstü 8. Natural loqaritmaya itirsək, x kvadrat, x vuraq y kvadrat bərabərdir 8. Buradan isə x üstə gedək 2y kvadrat bərabərdir 8. X vuraq y kvadrat bərabərdir 8. Buradan ikincidən y kvadrat bərabərdir 8 bölək x. Aparıb qoyuram bu y kvadratın əvəzinə bunu. X üstə elə 2 vurulsun 8 bölək x bərabərdir 8. Bu birincidə hər tərəf x-ə vursam, olacaq nə? X kvadrat. Bu 8x eləyir. Sola keçirdirəm də. Minus 8x. Burada da 16 alırlar. Üstəgə 16 bərabərdir 0. İndi buradan nəyin hasili 16 eləyər? Cəmi də mənfi 8. Mənfi 4 ilə mənfi 4. Bəli. Yəni bu özü elə nəyə bərabərdir? X minus 4-ün kvadratına. Bərabər 0. X bərabərdir 4-ə. X-i 4 tapdıq. Aparım y kvadratın yerinə qoyuram. 8 bölək 4 bərabərdir 2-yə. Yəni y. Yəni görürük ki, bunlar mənfi olmalıdır. Natural loqaritmadır. Loqaritmalı ifadələr, yəni x də y də 0-dan böyükdür. Burada y əslində plus minus 2 alınır. Kök altında 2 alınır, amma müsbətini götürəcəyik. Kök altında 2, yəni bunları da cəmləsəm 4 üstə gedək, kök altında 2 alınır. A. Tənliklər sistemindən y tapın 19-da deyir. 9-u yazarıq 3-ün kvadratı kimi. Kvadratı x kvadrat. Vurulsun 3 üstü y bərabərdir 729. 729 243-ü 3-ə vuranda olur da. Yəni 3 üstü 5 243 eləyir. 3 üstü 6. Burada isə 2-ni qaldıraram x-in üstünə, x kvadratı olacaq. Plus olduğu üçün onlar hasil olacaq. Natural loqaritma x kvadratı vuraq y. Bərabərdir. Mini yazsam onun kubu kimi 3 gələr qarşıya 2-də 3-ün yanına. Loqaritma 10-da 10-da 1 eləyər. Demək, belə olacaq da. Natural loqaritma 2-də 3 vuraq 3. 9 bölü 2. Buradan da nə alınacaq? Əsasları eynidir. Üslərin cəmini yazaram. 2x kvadrat plus y
bərabərdir 3 üstü 6-ya. Burada isə natural loqaritma x kvadrat vuraq y bərabərdir natural loqaritma 9 bölək 2. Buradan da alınacaq nə? Əsaslar eynidir. Üslərin bərabərliyini yazaq. 6. Burada nə qalır? X kvadrat vuraq y bərabərdir 9 bölək 2. Bizdən y-i deyir tapır. Onda x kvadrat nəyə bərabərdir ikincidən? 9 bölək 2y. Bax, burada x kvadratın yerinə bunu yazaq. Yazarıq 2 vurulsun 9 bölək 2y. Üstə gələk y bərabərdir 6. Bu birinci tənliyi götürək. 2-lər ixtisar gedər. 9 üstə gələk bölək y, üstə gələk y bərabərdir 6-ya. Y-ə vursan hər tərəfi olacaq 9 üstə gələk y kvadrat bərabərdir 6y. Y kvadrat çıxaq 6y üstə gəl 9 bərabərdir 0 tənliyi alarıq. Buradan da x minus 3-ün kvadratı düsturub da açılışı budur. Bərabər 0. Kvadratı 0-dırsa mötərizənin içi 0 olmalıdır ki, kvadratı da 0 olsun. Yəni buradan alırıq ki, y bərabərdir 3-ə. D variantı 19-lu. Tənliklər sistemini həll edin. Gəlin belə bir iş eləyək. Yəqin başqa variantlar da var. Yəni loqaritmləyək 10 əsasdan. Loqaritma y bərabərdir loqaritma 10 əsasdan 10. Birinci bərabərlikdə ikincini də elə gəlin. Loqaritmləyək 10 əsasdan x, y bərabərdir loqaritma 100-ü 10-un kvadratı kimi yazsam. Belə. Bu 2 olacaq da. Hə. Buradan nə alarıq? Loqaritma y gələr qarşıya. Olacaq nə? Loqaritma y vuraq loqaritma x. Bərabərdir. Bu da 1 eləyər. Bu isə 2 eləyəcək. Demək, loqaritma y, loqaritma x-in hasili 1 olsun. Loqaritma y üstə gəl loqaritma x. Cəmi isə 2 olacaqdır. Bu 2-dir. Yəni, bunlara bir x, y, a, b deyə bilərik. Yəni, a, b hasili, a plus b cəmi. Yəni, həll eləsək görərik ki, hasili 1-dir. Bunların demək, hər biri 1 olar ki, 1 olar. Cəmi də 2. Yəni, loqaritma x də 1-ə bərabərdir. Loqaritma y də 1-ə bərabərdir. X bərabərdir 10-a, y bərabərdir 10-a. Yəni, 10, 10. Bunun həllərimizdir. C. 21 də həmin tiplidir. Loqaritmləsək 10 əsasdan bərabərdir loqaritma 100-ü yazaram onun kvadratı kimi. Bu 2 gələcək qarşıya, bu da 1-ə bərabərdir. Loqaritma 10 əsasdan x, y bərabərdir. Bunu da loqaritma 1000 yazsam, 1000-i də onun kubu kimi yazıram. 3 gələcək qarşıya, loqaritma 10 isə 1-ə bərabərdir. Buradan nə alınacaq? Demək, loqaritma y gəldi qarşıya, loqaritma x-ə hasili bərabərdir 2. Burada isə bunlar da hasil olduğu üçün cəm kimi yazırıq da. Loqaritma x üstə gəl loqaritma y bərabərdir 3-ə. Hasili 2 olsun. Cəmi 3 olan ədədlər 2 ilə 1-dir yəqin ki. İndi hər ikisi ola bilər də. Loqaritma y də 2 olar. Loqaritma x 1 və yaxud tərsinə. Gəlin yazaq. Loqaritma y 2 götürək. Loqaritma x-i 1. Onda y bərabərdir 100-ə. X bərabərdir 10-a. Bu bir variant.
bir hal, yəni belə yazaq da 10, 100. Sonra indi loqaritma y-i 1 götürək. Loqaritma x-i 2. Onda y bərabər 10, x bərabər 100. Onda bir həllimizdə, yəni x birinci yazılır da 110 olar. Hansı variant oldu? Buradan görsənir ki, A variantıdır. Keçdik açıq suallara. Tənqidlər sistemində x plus y cəmini deyir. Tapın. Gəlin 3x-ə bir A deyək. 3y-ə də B deyək. Onda olacaq nə? A çıxaq B bərabərdir 6-ya. 9A üstə gələk B bərabərdir 84-ə. Tərəf-tərəfə toplasaq 10A. Bunlar gedər, qalar 90-a bərabər olar. A bərabərdir 9-a. A 9 yaxşı. Onda B-ni tapmaq üçün demək, A-nı qoysam burada, bunlardan birində yerinə. Tutaq ki, burada 9 çıxaq B bərabər 6. Oradan da B bərabərdir 9 çıxaq 6. O da 3-ə bərabərdir. Demək, 3 üstü x A-dır da. A-nı 9 tapmışıq. Bunu 3-ün kvadratı kimi yazsam, x bərabərdir 2-yə. Demək, x-i tapdıq 2. Y. 3 üstü y B-dir. 3-dür də. Yəni, 3 üstü y bərabərdir. B, yəni 3 üstü 1. Y bərabərdir 1-ə. Bunların cəmini soruşur. 2 üstə gələk 1 bərabərdir 3. Tənqidlər sistemindən x plus y cəmini tapın. Gəlin belə bir iş eləyək. Bunları bir-birinə, sol tərəflərini bir-birinə vuraq. Sağı da bir-birinə də. Yəni 2 üstü x vuraq, 3 üstü y. Vuraq buna. 2 üstü y, 3 üstü x-ə. Yəni bərabərliyin sol və sağ tərəflərini bir-birinə vuranda vura bilərik də. 72 vuraq. 108. Bax, 70-ni yazaram, 36 vuraq. 2. 108-də 36 vuraq 3. Yəni 2 dəfə 3-üm 6 eləyər. Bu da 6-nın kvadratı ilə 6-nın kvadratı vuraq 6. Yəni 6 üstü 5. Burada da bax, x-ləri bir mötərizədə yaza bilərəm. Yəni 2 vuraq 3-ün üstü x. Y-ləri də 1. 3 vuraq 2-nin üstü y bərabərdir 6 üstü 5. Bu eləyər 6 üstü x vuraq 6 üstü y bərabərdir 6 üstü 5. Əsasları eyni olanda üstləri cəmləyərik də. 6 üstə gəl x plus y ilə. Bizdən x plus y soruşur. 6 üstü 5. Buradan x plus y bərabərdir 5-ə. Yəni cavab olacaq 5. Tənqidlər sistemində x plus y cəmini tapın. 2 üstü x, 2 üstü y. Burada indi bunları bir dəyişənlə əvəzləyə bilərik. Tutaq ki, 2 üstü x-ə bir A deyək. 2 üstü y-ə də 1. 2 üstü y-ə də bir B desək. Onda nə alarıq? A çıxaq B bərabərdir 2. 3A plus B bərabərdir 14. Toplasam 6-6. Bu 4A eləyər. Bu isə 16. A bərabər olar 4-ə. Bu A-nı qoyuram burada 4-ü burada qoysam B orada nəyə bərabər olacaq? 4 çıxaq 2. O da eləyər 2. B-ni də 2 tapdıq. İndi qoyaq yerinə yazaq. 2 üstü x bərabərdir A 4-dür də. 4-ü 2-nin kvadratı kimi yazsam x bərabərdir 2-yə. Sonra 2 üstü y bərabərdir B-yə 2-yə. Yəni üstü 1-dir. Y bərabərdir 1-ə. X plus y cəmini soruşur. Cəm 1 plus 2 bərabərdir 3-ə. Tənqidlər sistemində y-i deyir tapın. Buradan, yəni buna oxşar elədik. Yəni 3-ün kvadratı x kvadrat. 9-u 3-ün kvadratı kimi yazdım. 3 üstü y bərabərdir 81.
Burada natural loqaritma 2'ni qaldırdım x-in üstünə. Üstə gəl natural loqaritma y bərabərdir natural loqaritma 100 onun kvadratı 2-yə bərabərdir bu mötərizə. Buradan nə alınar? Əsasları indi üstlərin cəmləyərik. 2x kvadrat üstə gələ y. 81-i də 3-ün üstü 4 yazarıq. Bu hasil olacaq. X kvadrat vuraq y bərabərdir natural loqaritma 2. Üstə əsasları indi üstlərin bərabərliyini yazaq. 2x kvadrat üstə gəl y bərabərdir 4-ə. Burada isə x kvadrat vuraq y bərabərdir 2-yə. Bizdən y-i soruşur. Onda x kvadratı buradan ikincidən yazsaq ki, nəyə bərabərdir? 2 bölək y-ə. Aparıb qoyaram burada x kvadratın əvəzinə bunu. Yəni 2 vuraq, 2 bölək y, üstə gələk y bərabərdir 4. İndi kvadrat tənlik alarıq birinci bərabərlikdən. Demək, buradan nə alınır? 4 bölək y, yəni y-ə vursam 4 üstə gələk y kvadrat bərabərdir 4y alınacaq. Bunu həll eləyək. Oradan yəni y kvadrat çıxaq 4y üstə gələk 4 bərabərdir 0. Bu nədir? Y minus 2-nin kvadratıdır. Bərabər 0. Bu kvadratı 0-dırsa bu mötərizə 0-a bərabərdir. Y bərabərdir 2-yə. Cavab olacaq 2. Olarsa ifadəsinin qiymətini deyir tapın. Belə eləyək. Loqaritma a üstə gələk loqaritma b bərabərdir 7. Bunu demək fərq kimi yaza bilərik də. Loqaritma a kvadrat çıxaq loqaritma b bərabərdir 2-yə. Bu 2 gələr qarşıya, yəni 2 qarşıda olacaq da. 2 loqaritma b. Tərəf-tərəfə toplasaq, burada 3 loqaritma a alarıq. Bu isə gedər. Qalar 7 ilə 2-ni də toplasaq 9 eləyəcək. Alarıq nə? Loqaritma a bərabərdir 3-ə, a bərabərdir 10-un kubuna. A-nı tapdıq. Aparaq qoyaq burada yerinə b-ni tapaq. A-nın yerinə 10-un kubu yazıram. Loqaritma 10-un kubu üstə gələk loqaritma b bərabərdir 7. 3 gəlsin qarşıya. Bu 1 eləyir. Yəni 3 üstə gələk loqaritma b bərabər 7. Loqaritma b bərabərdir 7-dən 3-ün çıxsam 4. Bunda b bərabərdir 10 üstü 4. B-ni də tapdıq. İndi bizdən bunu soruşur. Onu da tapaq. Demək, loqaritma. Kök altında b-ni b üstü 2-də 1 kimi yazsam. Bu da a. 2-də 1 qarşıya tərsi çıxır. Yəni 2 kimi çıxacaq. 2 loqaritma b əsasdan a. Qiymətlərini qoyaq yerinə. 2 vurulsun loqaritma. B demək 10 üstü 4-dür. A isə 10 üstü 3-dür. 4 qarşıya tərsi çıxar, yəni 4-də 1, 2 var idi. 4 məxrəcdə çıxacaq, 3 isə sürətə. Demək, loqaritma 10-da 10 alındı da, bu 1 eləyər. Burada da ixtisar gedər. 3-ü 2-yə böləndə 1/5. Yəni, cavab olacaq 1/5. Təhlildə istəmək x, y hasilini tapın. Bu ikincidən x nəyə bərabərdir? X, y ilə ifadə eləyək. X bərabərdir 2 üstə gələk loqaritma 2 əsasdan y. Aparıb bu x-in burada qiymətinin əvəzinə bunu yazaq. Yəni 2 üstə gələk loqaritma 2 əsasdan y. Üstə gələk y bərabərdir 5-ə. Bu birinci bərabərliyi həll eləyək.
Bax, buradan cəm olduğu üçün ayrı-ayrı da yaza bilərik də. 2-nin kvadratı vurulsun hasil kimi də 2 üstü loqaritma 2 əsasdan y. Üstə gələk, y bərabərdir 5. Bu 4 eləyər. Bu isə bizə nəyi verir? Y-i verir də. Əsaslar eynidir axı. Yəni y, 4y üstə gəl, y bərabərdir 5. Bu da eləyər 5y bərabər 5, y bərabərdir 1. Y-i 1 tapdıq. Qoyaq birində yerinə y-i 3-ü tapaq. Tutaq ki, burada qoysaq yerinə tapa bilirik, görək. Demək 2 üstü x, y-in əvəzinə 1 yazıram. Onda 2 üstü x bərabərdir 4-ə. 2 üstü x 4-ü 2-nin kvadratı kimi yazsam, x bərabərdir 2-yə. Bizdən y hasilini soruşur. 1 vuraq 2, o da eləyər 2. Cavab da 2 olacaq. Təhlil sistemində x-y hasilini soruşur. Burada da elə bir şey eləyək. Bax, ikincidən y nəyə bərabərdir? 2 üstə gələk loqaritma 3 əsasdan x. Aparıb burada x-in yerinə qoysaq, belə y-in yerinə, yəni x üstü 2 üstə gələk loqaritma 3 əsasdan x. Üstə gələk x bərabərdir 10. Birinci bərabərliyi həll eləyək ayrıca. Demək, cəm olduğu üçün üstü bu hasil kimi yazacaq. Yəni 3-ün kvadratı vurulsun 3 üstü loqaritma 3 əsasdan x. Üstə gələk x bərabərdir 10. Buradan 3-ün kvadratı 9 eləyər. Bu isə bizə nəyi verir? X-i verir. Üstə gələk x bərabərdir 10. 10x bərabərdir 10, x bərabərdir 1. X-i 1 tapdım. Burada qoyuram yerinə y-i tapıram. 2 üstə gələk loqaritma 3 əsasdan x-in yerinə 1 yazsam, yəni 1-in əvəzinə də 3 üstə 0 yazsam, bu 0 eləyir. Yəni, loqaritma 3 əsasdan 1, loqaritma 6 1-dirsə, o 0-dır. Yəni, 2 üstə gələk 1 bərabərdir 0-ı daha doğrusu. 0 bərabərdir 2-yə. Y-i də 2 tapdım. X-y hasilini soruşur. 1 vuraq 2 bərabərdir 2-yə. Təhlil sistemində x-y hasilini soruşur. Buradan belə eləyək. Bunu x-y ilə əvəzləyək, ya y-x ilə əvəzləyək, fərqi yoxdur. X bərabərdir nəyə? 1 üstə gələk y-ə. Buradan isə 49x-i yazsaq belə. 49 üstü 1 plus y, yəni x-in əvəzinə bunu yazdığında minus 42 vuraq 7 üstü y bərabərdir 7. İkinci bərabərliyi götürək, ayrıca həll eləyək. Yəni, bu cəm olduğu üçün hasil kimi yazaram. 49 vurulsun 49 üstü y. Və yaxud 49-u da yazım hələ ki. 49 üstü y minus 42 vurulsun 7 üstü y bərabərdir 7-yə. Bunu 7-nin kvadratı kimi yazsam, yəni alarıq nə? 49 vuraq 49 7-nin kvadratı y-də çıxaq 42 vuraq 7 üstü y bərabərdir 7-yə. Hər tərəfi 7-yə bölə bilərəm. 49-u 7-yə bölsəm 7 vuraq 7 üstü 2y minus 6 vuraq 7 üstü y minus 7 bərabərdir 0. Yeni dəyişən qəbul eləyək. 7 üstü y-ə bir dənə t deyək. Yəni 7t kvadrat minus 6t minus 7 bərabərdir 0. Hasili bunu qruplarına görə ayıra bilərikmi? Yəni bu 7t ilə t-nin hasili olacaq. Burada 7 ilə də 1-in hasili. 7 burada, 1 burada, yox. O bizə verməyəcək nə isə. Bu 1 eləyir axı. Bu 1 eləyir. Mən deyirəm, niyə düz gəlmir? 7-yə böləndə, 7-ni 7-yə böləndə 1 eləyir. 7t, yəni 1 ilə 1 olacaq da. Biri mənfi 1, biri müsbət 1. Yəqin ki, bu mənfi olar, bu müsbət. Mənfi 7t, müsbət t toplayanda mənfi 6t-ni verir. 7t plus 1, t minus 1 bərabərdir 0. Yəni, buradan t-ni alırıq nə?
mənfi 7-də 1. Bu yəqin ki, həllimiz olmayacaq. Yəni, mənfi 7 bu mənfiyə bərabər olmur da 7 üstü y. Bu həllimiz deyil. T bərabərdir 1. Yəni, 7 üstü y bərabərdir 1-ə. 1-i də 7 üstü 0 kimi yazıram. Y bərabərdir 0. Y bərabər 0-dırsa, x-i tapmağa ehtiyacı yoxdur. X, y hasili nə olacaq? 0 olacaqdır. 1-i 0 olsa kifayət edir də. Tənliklər sistemindən x, y hasilini tapın. Bu da həmin tipli misaldır. X-in yerinə gəlin biz 1 plus y ilə əvəzləyək x-i. Bu olacaq 81 üstü. Demək, 1 üstə gələk y. Çıxaq 72 vuraq 9 üstü y bərabərdir 9-a. Bunu yazarıq hasil kimi 81 vuraq 81 üstü y çıxaq 72 vuraq 9 üstü y bərabərdir 9-a. 9-a ixtisarləsəm burada 9 vuraq 81 üstü y qalar. 81-i də gəlin elə yazaq neçə? 9-un kvadratı y-də belə. Minus, bunu da 9-a bölsəm 8 vuraq 9 üstü y. Minus 9-u 9-a bölündə 1. Sola keçirdirəm. Minus 1 bərabərdir 0. 9 üstü y-ə 1 t deyək. Yeni dəyişən qəbul eləyək. 9 vuraq t kvadrat minus 8t minus 1 bərabər 0. Demək 9t, t hasili bizə 9t kvadratını verəcək. 1 ilə mənfi 1-in hasili də mənfi 1 verər. Demək ki, mənfi burada olacaq. Yəqin ki, minus 1 plus 1. Yəni 9t plus 1, t minus 1 bərabərdir 0. T bərabərdir mənfi 9-da 1. Bu həllimiz deyil. Yəni 9 y mənfiyə bərabər olmur. T bərabərdir 1. Aldıq nə? Yəni 9 y bərabərdir 1. 9 y 1-i yazdım 9 0. Y bərabərdir 0. X, y hasilini soruşur. Əgər 1-i 0-dırsa vuruqlardan, demək hasil də 0 olacaq. Tənliklər sistemindən x plus y cəmini tapın. Bu 3-də 1, 5 y 75. Bunu yazsaq, əgər əvəzləyək də y bərabərdir mənfi 2x-ə. Eləmi? Yaxud hələ buradan ikinci bərabərlikdən y bərabərdir mənfi 2x-ə. Aparaq qoyaq burada y-in yerinə. 3-də 1 üstü x vuraq 5 üstü y. Yəni 5 vuraq mənfi 2x. Bu 25-də 1. Yəni 25 üstü x də 1 eləyər də bərabərdir 75-ə. Bu birinci bərabərliyi ayrıca baxaq. Alarıq nə? Belə yazaq da. Elə bunun üstü mənfi x yazıraq. Bu 5-in kvadratı üstü mənfi x-yə, yəni 25 üstü mənfi x kimi yazdım. Bərabərdir 75-ə. Yəni bu eləyəcək nə? Üstləri eynidir. Hasil kimi yaza bilərəm. 25 üstü mənfi x bərabər 75-ə. Bu elə 75 üstü mənfi x eləyər. Bərabərdir 75-ə. Mənfi x bərabərdir 1-ə. X bərabərdir mənfi 1-ə. Mənfi 1-ə vursam, x mənfi 1-ə bərabərdir. Yəni y-in burada qiymətini yerinə qoysam, mənfi 2 vuraq mənfi 1 bərabərdir müsbət 2-yə. Bizdən x plus y cəmini soruşur. X mənfi 1-dir, y-i 2 tapmışıq. O da eləyər müsbət 1. 32-də tənliklər sistemində x plus y cəmini tapın. Ümumiyyətlə, yanaşmalar müxtəlif ola bilər. Müxtəlif cürə yanaşa bilər tənliyə. Yəni, konkret bir yolu var, belə bir söhbət yoxdur. Yəni, buradan
Və y-i biz əvəzləyək 7 çıxaq 2x gəlin belə eləyək də 5-də 2 üstü x vuraq. Y-in əvəzinə 5 üstü 7 çıxaq 2x kimi yazıram. Birinci bərabərliyə baxaq. Bax, bunu yaza bilərəm də 2 üstü x bölək 5 üstü x vurulsun. 5 üstü 7 minus 2x bərabərdir. 20-ni də 4 vuraq 5 kimi yazın. Buradan bax 5 əsaslar eynidir. Bunların üstləri çıxılacaq da. 2 üstü x vuraq 5 üstü 7 çıxaq 2x çıxaq x bölünür axı. Bərabərdir. 4-ü 2-nin kvadratı kimi yazıram. 5-in üstü 1 kimi. Yəni, bu bərabərlik doğru olmağı üçün belə də yanaşa bilərdik. Bax, 2 üstü x, 2 üstü 2, yəni x 2 olmalıdır. Bir də bunun üstü də 1-ə bərabər olmalı. 5-in üstü də üstləri bərabər olmalıdır. Yəni, 7 çıxaq 3x eləyir də, bu 3x bərabər 1 olmalı. Buradan x-i 2 tap bir dəqiqə. Gələk, burada da 2 eləyirmi? Hə, yəni x bərabərdir 2. İkisi də eyni zamanda doğrudursa, yəni doğru olacaq da. 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə. Bəli, ikisi də 2, yəni x 2-dir. Aparıb burada y-in qiymətini tapa bilərəm. 2 vurulsun 2. Bu da eləyər 3. Bizdən x plus y cəmini soruşur. 2 üstə gələk 3 bərabərdir 5. Yəni, bu qayda ilə də həll eləyə bilərik. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlar tənliyi həll edin. Bax, kvadratlar 2 müsbət ədədin cəmi o zaman 0 olar ki, bu ədədlər 0 olsun. Yəni, bunlar hər ikisi, mötərizələrin içi, hər ikisi 0-a bərabər olsun. X kubu minus 4x kvadratı minus x plus 4 bərabər 0. Bir də 4-də 1 loqaritma 2 əsasdan x kvadratının kvadratı minus 3 loqaritma 2 əsasdan x plus 2 bərabərdir 0. Bunları ayrı ayaqda həll eləməliyik. Bunu ayrı-ayrı 2 dənə loqaritma 2 əsasdan x kimi yazsa, hasili kimi. Yəni, 2 qabağa çıxanda 4 çıxacaq da qarşıya. Yəni, buradan kvadratıdırsa, bu 2 qarşıya 4 kimi çıxar. 2-nin kvadratı kimi çıxar. Yəni, 4 kimi çıxarsam bunu, bu 4-lər ixtisar gedəcək. Yəni, burada qalacaq. Gəlin, birinci ilə buna baxaq. Aldıq nə? Loqaritma 2-nin kvadratı x çıxaq 3 loqaritma 2 əsasdan x üstə gələk 2 bərabərdir 0. İndi biz loqaritma 2 əsasdan x-ə bir t desək, buradan alarıq t kvadrat minus 3t plus 2 bərabərdir 0. Qruplarını ayırsaq, demək t minus 2 minus 1 də t minus 1 bərabərdir 0. Buradan yəni loqaritma t 2-yə bərabər olur, bir də 1-ə bərabər olur da. Qoyuram yerinə loqaritma 2 əsasdan x bərabərdir 2-yə, x bərabərdir nəyə? 2 üstü 2, 4 eləyər. X-in qiymətini bir dəfə 4 aldıq. Loqaritma 2 əsasdan x bərabərdir 1. X bərabərdir 2 üstü 1, o da 2 eləyər. Demək, buradan da x-in 2 qiymətini aldıq. İndi birincidə qoyaq yerinə hansı düzü 0 verərsə, demək, bizim həllimiz elə odur da. Yəni, 4-ü qoyaq yerinə. 4-ün kubu eləyəcək 64. Çıxaq. 4-ün kvadratı 16. 4-ə vursaq 64. Yəni, bunlar 0 elədi. Çıxaq 4. Üstə gəl 4. Bu, həqiqətən də 0 eləyir. Bu 0 eləyir. Demək, bir həllimiz budur. Bəlkə elə o birisi də eləyəcək. Yəni, 2-nin kubu 8.
Kvadratı 4. 4'e vuranda 16. Çıxaq 2. Üstə gələk 4. Görək nə verir? 18. Yox, bu 0 vermir. Yəni 0-dan fərqli qiymət alır. Demək, bu bizim həllimiz deyil. Yəni, x bərabərdir 4-ə. Yəni, cavabımız olacaq bu. İkisi eyni zamanda 0 olmalıdır ki, cəmləyəndə 0 versin. Tənliyini həll edin. Burada da eyni tiplidir. Bax, bu x-in kvadratı qarşıya gətirəndə kvadratı kimi gələcək. 2 qarşıya, onun kvadratı 4 eləyir. 4-lər gedəcək, alacaq nə? Yəni, bunlar 0 olmalıdır. Bu da alacaq nə? 9 loqaritma 3 əsasdan x-in kvadratı minus 3 loqaritma 3 əsasdan x üstə gələk 2. Birinci bunu həll eləyək. Sonra burada yoxlayarıq. 0 olan bizim həllimiz olacaq. Bərabərdir 0. Loqaritma 3 əsasdan x-ə bir t deyək. Bunda t kvadrat minus 3t plus 2 bərabərdir 0. Bu olar t minus 2, t minus 1 qrupları. Yəni, t olar 2 və t olar 1. Bir dəfə loqaritma 3 əsasdan x-i 2-yə bərabərlik, x bərabərlik 3-ün kvadratı 9. Bir dəfə də loqaritma 3 əsasdan x-ə 1 deyək, x bərabərlik 3-ün üstü 1, 3. İndi burada yoxlayaq görək hansı doğrudur. İkisi həlli olarsa, ikisi də həllimiz olar. İkisi də 0 verərsə, yəni x kubu minus 9x kvadratı minus x plus 9 bərabər 0 olmalı. X-in 9 qiymətini 9-un kubu bizə nə verəcək? Elə bu 9-un kubu eləyir. Bu 9 vuraq 9-un kvadratı da 9-un kubu eləyəcək. Bunlar islah olacaq. Minus 9, üstə gəl 9. Bu görür ki, elə 0-a bərabərdir. Elə həllimiz bu olar yəqin ki. İndi 3-ü qoyaq yerinə. 3-ün kubu eləyər 27. Çıxaq, bu da 27 eləyəcək də. 27. Çıxaq 3. Üstə gəl 9. Yəni, bunlar getdi. Mənfi 3-ün üstə 9 gəndə 0 eləmir. 0 eləmir. Yəni, bu bizim həllimiz deyil. 9-dur həllimiz. Burada da demək bitirmiş olduq. Bu mövzuya aid olan tapşırıqları güman eləyirəm faydalı oldu. Sağ olun.